Paşayev üçün çox dəyərlidir, amma komanda 5 nömrəsiz, centersız oynayır. Və Wayne Arnold, Kaliforniya Compton 3 xallıq atış Voynalov üçün verirdi və məşqçinin ümidlərini doğruldurdu Əbdülmətin Quliyev. Wayne Arnold fadeaway, top səbətdən oyunu quran odur, top paylayıcı bu basketbolçudur. Wayne Arnold fadeaway. Yenidən Naxçıvan hücumda, çox sürətli bir hücumdur və Fərq Naxçıvan lehinə artacaq. Şans alan Naxçıvan üçün top istədiyi nöqtəyə Smith müdafiə edir. Yenicə girib basketbolçu parketə. Başlayıb Naxçıvan. Wayne Arnold 3 xallıq. Bu da dəqiqə alınır. Wayne vaxt əridir. Günəşin qarı əritdiyi kimi Wayne Arnold 3 xallıq atış. Top səbətdən keçir. 20 dəfə sabah top itirib. 20 dəfə. Yüksək göstəricidir, amma hesabda onlar öndədirlər. Wayne Arnold dəfələrinə qədər gedib çıxdı, amma topu oyunda saxlasa da bunu Naxçıvan üçün etdi. Wayne Arnold növbəti xallar. Sabah klubudur. Wayne Arnold içəriyə Compton'dan olan basketbolçu. Wayne Arnold driblingi kəsmədi, indi dribling üzəri orta məsafə. 2 saniyə qalıb atmaq lazımdır. Wayne Arnold hərəkətli üçlük, top səbətdən keçir. Sonuna Brantley Arnold 3 xallıq atır. Wayne Arnold Lənkəran top itirdi. Wayne Arnold süzüldü və xalı qazandı. Rastlaşıram. Wayne Arnold orta məsafə dəqiqə alındı. Bu Amal Brantley və Wayne Arnold. Onun müdafiəsini çox rahat yarır. Wayne Arnold, bəli. 30 dəqiqədir ki parketdədirlər. Yəni əvəz olunmayıb bu oyuncular. Wayne Arnold rəngli formada ordu parketdə mübarizə aparır. Gəl niyyətlərlə tanış olaq. Naxçıvan niyyəti nömrə 0 Wayne Arnold, nömrə 50 alınmadı ikinci. Qeyri-dəqiq atış Elşad Şirzadovdan. Wayne Arnold bitirir. Bəli, burada Naxçıvan komandasının Arnold Wayne topladı, 3 xallıq göndərir. Dəqiqdir. Michael Wright var. Əliyev gəldi pərdələməyə. Arnold girdi səbəti altına, özü də tamamladı. Wayne, Range qarşısında, amma müdafilə